Adam heç bu evin həyətindən çıxmaq istəmir. Hörmətli izləyicilərimiz, sizlərə sözün əsl mənasında bağlı, bağçalı, axtarırsınız, şəxsi ev olsun, bağı, bağçası olsun, qiyməti münasib olsun. Elə bir evi təqdim edirəm ki, sizlərə çox təcili olaraq əlimyanlı satılır. Həqiqətən də əlimyanlı satışdır. Həyətin gözəlliyinə baxın. 3 sot torpaq sahəsində ev sahibi maşallah olsun, çox gözəl bir şərait qurub. Həyətində müxtəlif növlü bar verən ağacları, gülləri, çiçəkləri, dekorativ ağacları ilə zəngin olan çox gözəl bir həyətyanı sahəsi var. Elə bir evdir ki, hal-hazırda, yəni burada qonşuluqda torpağın bir sotu 20 min manatdır. Yəni 3 sota 60 min manata olan bir yerdə sizlərə çox gözəl bir həm bağ evi kimi, həm 4 fəsil həyət evi kimi alıb yaşaya biləcəyiniz çox gözəl mülkü təqdim edirəm. Evin yanına keçmək olur. Həyətdə əldamısı var. Və üstünlüklərindən biri də nədir ki, bu evin iki tərəfi də yoldur. Evin yanı hissəsi də yoldur, arxa hissəsi də yoldur. Ev də, torpaq da kubçadır. Dövlət ipotekasına yararlıdır. Qazı, suyu, işığı, kanalizasiyası var. Şəxsi ev olduğu üçün tikilişi zamanı yaxşı keyfiyyətli materiallardan istifadə olunub. Harada yerləşir? Masazır qəsəbəsində. Masazırda 569 nömrə marşrut dayanacağına, eyni zamanda 6 saylı məktəbə və Spar marketə ən yaxın evlərdən biridir. Ərazidə məktəbə ən yaxın, ən ucuz şəxsi tikili bir evdir. Həyətin gözəlliyinə baxın. Həqiqətən də bu evin həyətyanı sahəsi adamı valeh edir ki, həyətdə çox gözəl yaşıllıq hissəsi var. Məhəmməd, gəl yaxınlaşma bura. Burada deməli, evin alt hissəsinin zirzəmisi var. Rahat şəkildə boy verir, keçib hərəkət etmək olur. Həyətində naves üçün, baxın, həm tal var, həm navesin konstruksiyası yığılıb, istəsə gələcəkdə naveslə həyəti də bağlaya bilərsiniz və belə bir gözəl həyət evimiz satılır. Qiymət endirilmiş bir qiymətlə 95 min manat yox, 87 min manata təklif olunur. Təcili olaraq və çox təcili olaraq satılır. Hal-hazırda, yəni saçda olan evlərlə maraqlansaq, bu ərazidə, nəinki bu ərazidə, Masazır qəsəbəsində 3 sotda şəxsi tikili kubçalı 87 minə ikinci bir ev yoxdur. Gəlin keçək evin daxili ilə tanış olaq. Məhəmməd, gəl yaxınlaş, evin daxili ilə tanış olaq. İlk öncə evin qonaq otağını sizlərə təqdim edim ki, belə bir gözəl, geniş bir qonaq otağı var. Şəxsi yaşam məqsədi üçün inşa olunmuş bir evdir. Təmiri çox gözəl, çox səliqəli. Qonaq otağı kifayət qədər genişdir. 2 pəncərəsi vardır ki, öz həyətyanı sahəsinə baxır. Burada yerləşir 3 pəncərəsi var. Burada evin böyük yataq otağı, otaqların hamısının genişliyi idealdır. Hardasa 100 kvadrata yaxın yaşayış sahəsi var evin. Döşəməsi laminatdır, qapıları yaxşı keyfiyyətli qapılardan istifadə olunub. Qonaq otağın girişində böyük bir qapıdan istifadə olunub. Burada evimizin kiçik yataq otağıdır. Baxın, belə bir yataq otağı var. Kommunallar hamısı daimidir. 2 tərəfli yolla əhatə olunub, qeyd etdiyim kimi çox gözəl, çox mükəmməl bir evdir və satışda çox qalmayacaq. Belə bir ev axtarırsınızsa mütləq gəlin bu evə baxın. Burada hamam otağı. Burada isə sanitar qovşağı. Burada sanitar qovşağı yerləşir. Sonunda isə evimizin baxın belə bir mətbəx hissəsi vardır ki, pəncərəsi eyni qaydada yola açılır. Çox gözəl evdir. Təcili satılır, qiymətdə yenə də razılaşmaq olacaq. Bu fürsəti əldən qaçırmayın.